Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər və əziz müəllimlər. Bugün keçirilən 11-ci sinif 3-cü qrup OTK blok fənləri üzrə sınaq 5 B variantının izahına baxacağıq. İzahı YouTube-a tam formada yerləşdirəcəm və ədəbiyyat suallarının izahında inşallah Rövşənə müəllimənin təqdimatında komment hissəsinə qeyd edəcəm, oradan baxa bilərsiniz. Gəlin, vaxt itirmədən başlayaq sualların izahına. Sualları biz biraz tez-tez izah edirik və nədəsə səhv edə bilərik, nəyisə səhv deyə bilərik, amma sonradan izaha baxıb mən komment hissəsinə qeyd edirəm. Yəni ola bilər, biz də insanıq, nəyisə burada səhv deyək və ya hansısa sözü səhv oxuyaq. Başlayaq. Hansı mürəkkəb adın yazılışı səhvdir? Müslüm Maqamoyev adına burada kiçik yazılmalıdır, doğrudur, köməkçinin hissəsidir. Azərbaycan Dövlət Filarmoniyası, burada heç bir problem yoxdur. Vəliyevə Tərana Nazim qızı, burada bir problem yoxdur. Abbasqulu Ağa. Ağa sözü burada böyük yazılması yanlışdır. Titul məqamlar söz ortasında gəldikdə balaca yazılır. Və sonda bu vaxt böyük yazılardakı əvvəldə gəlsin. Doğru cavabımız olacaq C. Birləşmiş Ərəb Əmirlikləri doğrudur. Baykal Gölü bu da doğrudur. Hansı nümunədə müraciət bildirən söz işlənsə də mübtəda işlənməyib? Müraciət bildirən söz xitab, mübtəda işlənməsin. Sintaktik təhlil etməliyik və xitab axtarmalıyıq və orada mübtəda olmamalıdır. Səncə bu ev hansı rəngə boyanıb? Səncə burada modal sözdür. Bu evi hansı rəngə boyamalıyıq? Bizdir. Burada mübtəda yoxdur və xitab da yoxdur. Biz onu rahatlıqla silərik. Ey padşahım, xitab var. Sən bizim bu halımızdan agahsan. Burada sən agahsan. Mübtədamız var. Ona görə nə? B cavab variantımız olmaz. Sonra arzu. İşçilər hər şeydən xəbərdar oldular. Oldular. Kim? İşçilər. Mübtədamız var. Bəli. Xitabımız da var. Bəli. Demək ki, bu da bizim şərtimizə uyğun deyil. Məni azad elə. Gedim, oğul. Xitab var. Bəli. Xitabımız var, oğul sözü. Məni azad elə, sən azad elə. Burada azad elə kimi, məni. Tamamlığı var, mübtəda yoxdur. Ona görə cavabımız olacaq nə? D variantı. O evə tək gedib, odan sonra vergül var. Demək ki, bu mübtədadır. Cənab da, xitab da. Hər ikisi işləndiyinə görə bu da bizim düzgün cavab variantımız olmaz. Hansı nümunələrdə ilk söz qrammatik şəkilçi qəbul etmiş isimdir? Biz ilk nümunədə qrammatik şəkilçi qəbul olmalıdır və o nə olmalıdır? İsim olmalıdır. Qarabağ qara, gör necə yağır. Qarabağ, yönlük halda olan isim. Qaranı düyüdən daha əvvəl hazırlayın. Burada aşın qarasından söhbət gedir. Sifətin homonimi, qara, aşqara. Qaranı, təsirlik hallı isim. 1-2. Qara qış üstümə tökər qarını. Qara qış, hansı qış? Bu sifətdir. Qarı düşmən dost olmaz. Qarı sözü isimdir, amma qarı sözü başlanğıc formadadır. Heç bir qrammatik şəkilçi yoxdur burada. 4-cü də silərik. Qarlıdır dağların başı. Qarlıdır. Necədir? Qarlı sözü burada sifətdir. 5-i də silərik. Qaraltını, qaraltı sözü isimdir. Kökü səhv qeyd etdim. Qaraltı isimdir. N da nədir? Qrammatik şəkilçidir. Ö şəkilçisi. Deməli olacaq 6. 1, 2, 6 D variantı. Sonra baxaq növbəti. Hansı nümunədəki sayın yazılışı doğrudur? Baxaq, 4-cüdən qabaq niyə nöqtə olsun? Səhvdir. 5-cidən sıra sayından sonra Rum rəqəmlərinin ifadə olandan sonra niyə şəkilçi olsun? Səhvdir. Fevralın 8-də mənsubiyyət şəkilçisi yazılmamalıdır. Almanların 15-dən yenə mənsubiyyət şəkilçisi yazılmamalıdır. 7-ci zona doğrudur. Hansı nümunədə tündqara hərflə yazılmış şəkilçini hərəkət bildirən sözə artırılmayıb? Hərəkət bildirən söz, yəni istər bu leksik şəkilçi ola bilərdi, istər qrammatik şəkilçi ola bilər, feilə artırılmasın. Feilə artırılmasın. Baxaq, düzgün yerinə əz qoysaq, düzgün, əzgin. Bunun kökü feildir. Anı atarıq. Uşaqların dərs oxumağı, oxu sözü feildir. Beni də atarıq. Mən qovurmanı xoşlamıram. Qovurma burada isimdir, amma yenə qovur feilinə artırılıb. Bu da səhvdir. Otlar dağ düşündə, ceyranda, atda. Otlar. Nə edər? Ot, otla. Bu da nədir? İsmi artırılıb. Cavabımız olacaq nədir? Doğru yoldan çıxıb əyriyə getmə. Qrammatik şəkilçidir, amma yenə feylə artırılıb. Düzgündür. Sonra, cümlələrində əsasən müqayisə cədvəlindəki uyğun fikirləri müəyyən edin. Deyir, mən ona deməliyəm ki, kəndimizdə aldığım hər nəfəs mənə cənnəti xatırladır. Yenicə dərsə başlamışdıq ki, at yarışdıranların səsi sinifi bürüdü. Bu, tabili və tabisizlə bağlı olan cümlədir. Bir də sintaktik təhlilindən. Baxaq. Tərkibində cümlələrin hər birində baş üzvlər iştirak edib. Baxaq, mən deməliyəm, nəfəs xatırladır. Bir doğrudur, bura baxaq.
İkinci dərsə başlamışdıq ki, biz, xeyr, burada baş üzvlərin hər ikisi yoxdur. Demək ki, nə olacaq? Biz biri götürəcəyik doğru cavab kimi. C-ni sildik, Y-ni sildik, D-ni də sildik. Budaq cümlə baş cümləyə tabellik bağlayıcısı ilə bağlanıb. Budaq cümlə baş cümləyə tabelsizlik bağlayıcısı ilə bağlanıb. 2 getməlidir hara? Ortaya. Deməli 2 də səhv. Sonra nə qaldı burada? Budaq cümlə baş cümlədən əvvəl işlənib. Yenicə, indicə bu zaman məzmunu bildirdikdə, bəli, bu belə olur. Bir deyir, asosiasiya səsi sinifi bürüyəndə, dərsə yenicə başlayanda, yəni zaman mənası olanda birinci nə gəlir? Budaq cümlə. Ona görə nə? 3-ü də götürərik. 1, 3. Baş cümlənin mübtədası söz birləşməsi ilə ifadə olunmayıb. Baş cümlənin mübtədası. Deməli nə? At yarışdıranların səsi. Xeyr olunub. Bu yanlış fikirdir. At yarışdıranların səsi. Deməli 4 də getdi. Baş cümlənin tərkibində tamamlıq işlənmişdir. Sinifi bürüdü. Haranı? Sinifi. Haranı sualına cavab verdi. Tamamlıq var. Burada nə var? Kimə? Mənə. Burada da var. Yox, burada onu var. Nəyi onu? Hər ikisində tamamlıq var. Ona görə nə? 5-i də götürəcəyik. Baş cümlədə budaq cümlədən əvvəl işlənir. Baş cümlə budaq cümlə. Dedik ki, ikinci cümləmiz üçün bu şərt doğru deyil. Ona görə altında atandı. Cavabımız nə olar? 1, 3, 5. B variantı. Söz sırası pozulmuş hansı nümunə əmr cümləsidir? Söz sırası pozulsun, yəni inversiya olsun və əmr cümləsi olsun. Yoldaş polis, siz özünüz araşdırın baş verənləri. Bu qalsın. Xidmətlərinizi dəyərləndirməniz lazımdır. Burada lazımdır nə? Xidmətlərinizi dəyərləndirməyiniz. Burada söz sırası pozulmayıb. B getdi. Uşaqları məktəbli vaxtında aparın. Burada da aparın xəbər sonunda söz sırası pozulmayıb. İmranı da gördüm evin çıxışına. Sağa gedənlərin arasında burada əmr cümləsi gördüm. Bu əmr cümləsi deyil, nəqli cümlədir. Bir də getdi. Bizə əzizdir vətənin hərdaşı kəsəyi. Bu da əmr cümləsi deyil. İnversiya olsa da nədir? Nəqli cümlədir. Baxın burada. Yoldaş polis, siz özünüz araşdırın. Əmr cümləsi və araşdırın sonunda gəlməlidir. İnversiya var. Cavab olacaq nə? A variantı. Hansı sözün deyilişi və yazılışı arasında fərq yoxdur? Deməli, xarici olur, meridian olur, günbəzli olur, günbəzli, mayonez olur da, mayonez, qotaz ilə qotaz olaraq da qalacaq. C. Hansı cümlədə əlavə cümlənin baş üzvünə aiddir? Kəndə, Uzanlıya ailəmizlə birgə gedirik. Haraya? Kəndə. Bu zərfliyin əlavəsidir. Getdi. Kəlbəcərdə inşaat işləri, yenidən qurma fəaliyyəti davam edir. Davam edir. Nə? Yenidən qurma fəaliyyəti, nə? İnşaat işləri. Harada? Kəlbəcərdə. Cavabımız olacaq B mübtədanın əlavəsi. Dağları, dərələri, çayları, təbiət qoynunu bu ümumiləşdirici sözdür, əlavə deyil. Artıq şad xəbərlər, yeni qələbə xəbərlərini eşidirik. Bu tamamlıqdır. Əlavə yoxdur. Əlavə var, daha doğrusu tamamlıqdır. Tarix müəllimiz Şirxan bu mövzunu, İrəvan tarixini çox araşdırıb. Nəyi? İrəvan tarixini, bu dalğalıq, yəni tamamlıq, mövzunu nəyi? Bu da nə oldu? Tamamlığın əlavəsi. Bunlar getdi, bir də qaldı B mübtədanın əlavəsi. 10. Qrammatik normanın pozulduğu cümlələri müəyyən edin. Qrammatik norma pozulması olsun. Biz qrammatik normanın pozulduğunu harada görürük? Mübtəda və xəbər arasında, nə-nədə bağlayıcılarından sonra, bir də uzlaşmada. Bir də şəkilsizlərin artırılmasında. Uşaqların hamısı dərsə gəlmişdilər. Gəlmişdilər. Kim? Uşaqların hamısı. Biz dedik ki, söz birləşmənin əsas tərəfi təkdədirsə, xəbər də nədə olmalıdır? Təkdə olmalıdır. Bir də pozulub. Kimsə məni dinləmir, kimsə eşitmir. Bu da heç bir problemi yoxdur. Bir sıra sözündən sonra söz, ondan sonra gələn isim cəmdə olmalıdır. 3. Nə Zeynəb əl çəkir, nədən sonra təsdiqlədi, nə də təsdiqlədi, problemi yoxdur. Atam və mən toya gedirik, gedirəm yox, həmcis üzvlər olduqda nə olmalıdır? Cəmdə olmalıdır, gedirik olmalıydı. 5. Mətn bir və ya bir neçə abzasdan ibarət ola bilər. Burada da bir neçədən sonra təkdədir, heç bir problem yoxdur. 1, 3, 5, A variantı. Hansı nümunədə tabelsiz mürəkkəb cümlənin tərkib hissələri bağlayıcı ilə əlaqələndirilmişdir? Biz burada nə axtarmalıyıq? Tabelsiz mürəkkəb cümlə axtarmalıyıq və orada tabelsizlik bağlayıcısı olmalıdır da. Tabelsizlik bağlayıcısı. Hərçəndlə bağlanan cümlələr dedik ki, nə olur? Tabeli. Sapilüsdə yenə burada tabeli mürəkkəb cümlə. Oyun ağır keçirdi çünki yenə səbəb bağlayıcısı burada getdi. Dostum və mən düşünüb sonra danışırıq. Sən isə tələsirsən. Burada isə tabelsizlik bağlayıcısıdır.
Bir dənə tabii biz danışırıq, sən tələsirsən. Bu da tabisiz mürəkkəb cümləmizdir. Əziz insanlara bel bağlayır, eyni zamanda bunu dostlarına tövsiyə edir. Əziz bağlayır, əziz tövsiyə edir. Həm də xəbərli sadə cümlə. Hansı cümlədə qoşma istiqamət bildirir? Uşaqlar böyürtkən yığmağa meşəyə doğru yön istiqamət bildirir. Bəli, elə cavabımız olacaq. A. Təzə gələnlər üçün istinad, səbəb. Türkiyə ilə idman zalına tenis oynamağa getdilər. İlə vasitə, külək əsən kimi zaman, yol kəndə qədər məsafə. Bu da oldu nə? A. Hansı cümlələrdə zərf hərəkətə aid deyil? Baxaq, zərfləri seçə bilinci. İnşaat işləri bayaqdan davam edir, bayaqdan. İndi bizim üçün gecdir, indi. Abidələr tamamilə hərdən var, bir də aşağı var. İndi baxaq harda hərəkətə, yəni feilə aid olmasın. Davam edir, hərəkətdir. Biz biri silərik. İndi bizim üçün gecdir. İndi gecdir. Zərf zərfə aiddir. Deməli, biri 2. Tamamilə təmir edildi. Təmir edildi mürəkkəb feil. 3-ü də silərik. Qaldı nə? Hərdən tarixi abdalara baxmalıyıq. Hərdən baxmalıyıq. Baxmalıyıq. Hərəkətdir. 4-ü də sildi. Aşağı dolu idi. Burada nə oldu? Dolu sözü sifətdir. 2-5 D variantı. Hansı cümlədəki ismi birləşmələrin hər biri müstəqil cümlə üzvüdür? Biz ismi birləşmə tapmalıyıq və hər biri müstəqil cümlə üzvü olsun. Fəxrəddin onun həsrət dolu baxışlarını düşündükcə yuxuya getmişdi. Yuxuya getmişdi. Yuxuya kim? Fəxrəddin. Nəyə? Həsrət dolu baxışlarını düşündükcə. Bu feili bağlama tərkibi var burada. İsmi birləşmə yoxdur. Deməli nə? A getdi. Xəzər dənizində geniş araşdırma aparanlar bizim mühəndislərdir. Bizim mühəndislərdir. Kim? Xəzər dənizində geniş araşdırma aparanlar. Bu da nədir? Feil sifət tərkibidir. Bunu da silərik. Ayğır gölün suyuna həsrət qalan Azərbaycanlılar o ərazilərdə gəzəcəkləri günləri səbirsizliklə gözləyirlər. Gözləyirlər. Kim? Azərbaycanlılar. Hansı Azərbaycanlılar? Ayğır gölün suyuna həsrət qalan Azərbaycanlılar. Burada da yenə bir tərkibimiz var. Feili sifət tərkibi. Bu da həqiqətdir ki, vətən torpağını qorumaq üçün canımızı qurban verməyə hazırıq. Burada ümumiyyətlə vətən torpağını qorumaq üçün yenə məsəl tərkibi getdi. Gözlərinin nuru da sənsən. Sənsən. Nə? Gözlərimin nuru. Evimin yaraşığı da sənsən. Sənsən. Kim? Evimin yaraşığı. Nə? Evimin yaraşığı fərq yoxdur. Mübtədadır. Olacaq nə? 2 dənə söz birləşməmiz var. İkisi də ismi birləşməmiz var. İkisi də nədir? Müstəqil cümlə üzvüdür. Altdan xətt çəkilmiş hansı nümunə çıxarılsa cümlənin sintaktik təhlil sxemi dəyişməz. Mən sizə demişdim uşaqlar, bunu 2 yerdə axtarmalısınız. Və ya feili bağlama, feili sifət, məsdər tərkib yaradacaq. O tərkibin içindən hansısa sözü çıxartmalısan və ya 3-cü növtəyin söz birləşməsi, yəni ismi birləşmənin tərəfləri arasından hansısa bir sözü çıxardacaqsan. Baxaq bu hal harda var. Hamı ağıllıdır, hamı müdrikdir, hamı hər şeyi bilir. Bilir kim? Hamı. Bu mübtəda da burada təbii ki dəyişəcək. Bir dənə mübtədamız azalacaq. Qəribədir, onu haradasa tanıyıram. Necədir? Qəribədir. Bu xəbərdir. Burada da bir sintaktik təhlil sxemi dəyişəcək. Xəbərlərdən biri azalacaq. Çıraq yağla doludursa nə ilə tamamlığı azalacaq? Yaltaqların böyük ağası şirin yalanları xoşlayır. Xoşlayır. Kim? Yaltaqların böyük ağası nəyi? Yalanları. Hansı yalanları? Şirin yalanları. Bu sxemi gördük. İndi biz buradan böyük sözünü rahatlıqla çıxarsaq, yaltaqların ağası olacaq, yenə mübtəda qalacaq və heç bir şey dəyişməz. Dediyimiz ikinci şərti ödədiyinə görə olacaq nə? D variantı. İnsan milyonlarla dövrəsi olan ticarətlə məşğul olanda özünü gücsüz hesab edir. Biz feili bağlamanı çıxarsaq, sintaktik təhlili dəyişəcək. Çünki burada nə olacaq? Ticarətlə nə ilə olacaq? Burada zərfliyimiz yoxa çıxacaq. Ona görə olmaz. Hansı nümunədə həm tabellik, həm də tabisizlik əlaqəsi var? Tabellik əlaqəsi sintaktik əlaqəyə gedən cümlə üzvləri arasında, tabisizlikdə nə? Birinci növbədə nə axtarmalıyıq? Həmcins axtarmalıyıq. Həm də müxtəlif maşın markaları toplayır. Burada həmcinslik yoxdur, tabisizlik əlaqəsi yoxdur. Dağ havasını atalarımız da sevərmiş. Burada həmcins cümlə üzvü yoxdur. Günellə Nərgiz təzə binadan ev alıblar. Mübtəda xəbər daha doğrusu cəmdədir. Demək ki bu nədir? Və bağlayıcısıdır. Həmcinsliyi var. Həmçinin də sözlər arasında tabellik əlaqəsi var. Olacaq nə? C. Durur, yeyir, içir, yatır. Burada tabellik əlaqəsi yoxdur. Adil, oğul, sözsüz. Bu köməkçinin səsi xitab, xitabın əlavəsi razıq. Bir də xəbərdən ibarətdir. Burada da heç bir əlaqə yoxdur. Ona görə nə olar? C.
Hansı cümlədə iki məcazi mənalı ifadə işlənmişdir? Dostum elə bil insanın düşüncələrini oxuyur. Düşüncəni oxumaq bu ola bilər. Sənin qanadlı şeirlərin, qanadlı şeir mənim ruhumu oxşayır. Bu da 2. Elə cavabımız olacaq B. O bu hadisələrdən artıq barışmışdı. 1. Dürüstlüyünü sevən oğlum, həm də əli açıqdır, burada bir şey yoxdur. Atası ona acıqlanıb sözünü kəsdi. Sözünü kəsmək ola bilər. Bir dənə var orada, burada. Cavab B. Hansı cümlədə tünd qara yazılmış hissə bütövlüklə bağlayıcıdır? Bugün dolu yağır, odur ki, sürünü dağa çıxarda bilməyəcək. Bəli, elə cavabımız A olar. Olsun ki, modal söz, olduqca vətən basılmaz. Bu, olduqca ədad da olur, amma burada var olmaq mənasında. İgidləri olduqca, var olduqca bu feildir, burada feili bağlama. Bu 7. Səməd atın necə də ədad. Məsləhətimiz odur ki, nədir ki, suala cavab verir, bu bağlayıcı olmaz. Cavab A. Hansı söz yerinə görə köməkçinin hissəsi kimi deyil, 3 fərqli əsas hissəsi kimi işlənə bilər. Sualın birinci tərəfini həll etsək, cavabımız çıxacaq. Doğru sözü qoşma olur, düz sözü ədad olur, tək sözü qoşma olur, sarı sözü qoşma olur. Cavab qaldı nə? Onda. İndi bunu əsaslandıraq. Biz bunu bir düşünə bilərik. Onda, yəni kimdə? Əvəzlik plus çıxışlı yerlik al. Biz bunu düşünə bilərik. Onda, 5-dən 10-da say plus çıxışlıq al, çıxışlıq deyirəm, yerlik al. Bir də nə? O zaman, onda zaman mənası bildirəndə bir də zərf. 3 nitq hissəsi kimi düşünə bilərik. Cavab olacaq nə? C. Hansı nümunədə bütün durğu işarələri düzgün istifadə edilib? Vay, bu nə iş idi ki, düşdük? Vay sözündən sonra B niyə böyük yazılıb? Demək ki, burada nə olmalıdır? Nida olmalıydı. A səhv. Arif təəssüf ki, kədərli musiqilərə çox qulaq asırsan. Arif, vergül olmalıdır, xitabdır. Bəli, mən də, sənan da ikinci dağdan sonra niyə vergül olsun? Bu uşaq düzəlmir ki, düzəlmir. Hansı uşaq? Bundan sonra vergül olmalı deyil. Amma burada doğrudur. Təkrarlanan sözlər arasında gələndə iki ədad funksiyasını yerinə yetirir. Ondan sonra vergül qoymaq olar. Danışan, yəqin, modal söz, məktəbin direktorudur. Vəli müəllimdir. Bu da əlavə. Y variantı doğru. Heç bir problem yoxdur. Cədvələ əsasən uyğun sözləri müəyyən edin. Deməli, tərkibinə görə 2 cür təhlil oluna bilər, tərkibinə görə 1 cür təhlil oluna bilər. Deməli, baxın, burada ikinci tərəfə baxsaq, evli sözü istənilən məqamda həm evli, yəni ailəli mənasında, həm də evli, mənzilli mənasında leksik şəkilçi 4-1 cür təhlil olunur. Ələ sözünü biz ələmək feilində leksik şəkilçi kimi düşünə bilərik, bir də ələ toxundu, top ələ toxundu, belə bir şeydə qrammatik şəkilçi, bu 2 cür təhlil olunur. Biz 5-i rahatlıqla silək. Çalxala sözündə qrammatik şəkilçi kimi düşünə bilmərik heç vaxt. Çalxala 1 cür təhlil olunur, altını da götürərik. Bu yanda baxsaq, qorunar sözü 2 cür necə təhlil oluna bilər? Ancaq qoru, qorun, qorunar, leksik plus qrammatik. Açarlar sözü, bunu bir dəfə qapını açarlar, nə edərlər? Feil plus cəm şəkilçisi, lar, bir dənə də isim. Ar leksik, bir dənə də lar qrammatikdə 2 cür. Açarlar, feili isim. Deməli, biri olacaq 2. Qaladır. Bir var, bura alınmaz qaladır. Qala plusdur xəbərli şəkilçisi. Bir də peti onlara qaladır. Nə edir? Qala t plus-ır. Bu da olacaq 2 cür. 2, 3, 4, 6 var cavab. Yəni B variantı bizim doğru cavabımız olar. Hansı cümlədə hərəkətin subyektini bildirən söz iştirak etsə də müstəqil cümlə üzvü deyil. Yəni bir şəxs lazımdır da subyekt və cümlə üzvü olmasın. Otağın dizaynı çox dahiyənə hazırlanıb. Burada şəxs yoxdur, subyektimiz yoxdur. Atam gələndə işin ən qızğın vaxtı idi. İşin vaxtı idi. Nə zaman? Atam gələndə. Feili bağlama tərkibi yaradıdır. Burada atam subyekt olsa da cümlə üzvü, müstəqil cümlə üzvü daha doğrusu deyil. Olacaq elə B. Yağış səhərə yaxın kəsdi. Burada bir şey yoxdur. Yağış kəsdilər. Subyekt desək, yağış müstəqil cümlə üzvüdür. İgidlər düşmənin üzərinə mərdliklə atıldılar. İgidlər müstəqil cümlə üzvüdür. Yazıda xətaya yol verilmişdi. Burada da subyekt yoxdur. Qoca səndələyə ayağa qalxdı. Divardan tutaraq qapını əli ilə axtarıb tapdı. Deməli, burada nə deyir? Nümunəsi haqqında doğru fikirləri tapmalıyıq. Feilin təsriflənməyən formaları fərqli şəkillərlə yaranmışdır. Feilin təsriflənməyən formalarını seçsək, biri bu, sonra tutaraq, bir də axtarıb. Bu doğrudur. Biri götürərik. Tabisiz mürəkkəb cümlədir. Xeyr, sadə cümlədir. Tabisiz mürəkkəb cümlə deyil. Çünki qoca qalxdı, qoca tapdı. Sonra
Cümlənin xəbərləri həmcinsdir. Bəli, qalxdı dedik bunu 1-3. Adi dərəcədə olan sifət isimləşməyib. Xeyr, qoca sözü sifətdir və isimləşib. Kim? Qoca. 4 səhv. Yalnız qrammatik mənası olan bir söz işlənib. O da hanı? Əli ilə. Bu da doğru. 5. Zərflik işlənsə də zərf işlənməyib. Axtarıb tapdı, tutaraq tapdı, səndələyə qalxdı. Bəli, amma burada zərf yoxdur. Altını da götürərək. 1, 3, 5, 6. 24. Fərqləndirilmiş sözlər əsasında Eyler-Venn diaqramına əsasən uyğun olmayan fikirləri, mənfiləri axtarmalıyıq. Kimin ağlına gələrdi ki, belə ola bilər? Budaq cümləni baş cümləyə bağlayan vasitədir. Budaq cümləni baş cümləyə bağlayan vasitə burada 2-dir. Kimin deyil. Deməli 1 yanlış götürərik. Tabirlik elə ikisi də olar da. 1 gedəcək ortaya. 2. Tabirlik əlaqəsinin tərəfidir. Tabirlik əlaqəsinin bəli tərəfidir. Çünki niyə? Bu söz birləşməsi yerində kimin ağlına gəlmək. Ağlına gəlmək frazen kimin ağlına istər ayrı olsa, ayrı olduğuna görə, yəni birləşmə yaradığına görə tabirlik əlaqəsinin tərəfidir. 2 isə yox. Çünki köməkçinin hissəsidir. 2 doğru olduğuna görə götürməyəcəyik. Müstəqil sintaktik sualı yoxdur. Həm kimin, həm də kinin. Biri sual əvəzlidir, biri də nədir? Köməkçinin hissəsidir. Müstəqil sualı yoxdur. Biz 3-ü də götürməliyik doğru olduğuna görə. Budaq cümlənin tərkibindədir. Budaq cümlənin tərkibində, xeyr, baş cümlənin tərkibindədir gördük. Deməli nədir? 4 də yanlışdır. 4-ü də götürsək. Bağlayıcı vasitədir. Bağlayıcı vasitə hər ikisi. Bu da getdinə ortaya getməlidir. Bağlayıcı vasitə. Bəli, bağlayıcı vasitədir. Budaq baş bağlayıb. Bu da doğrudur. 5 də getdi. 1, 4. Bizim doğru cavabımız olacaq. Hansı cümlələrdə əvəzlikdən sonraki vergül işarəsi düzgün qoyulub? Baxaq. Deməli, bəziləri əsasən səhərlər oxuyurlar. Bəziləri əvəzlikdir. Əsasən sözünə görə doğrudur. 1. O 9-cu sırada əyləşmişdi. Kim o? Bəli. 9 sözdə nə idi? Saydı. 2 də doğrudur. Bu, atam mənə hədiyyə etdiyi tarix kitabdır. Nə bu? Burada problem yoxdur. Atam sözdə isimdir. 3 də doğru. O nə? Nə burada köməkçinin hissəsində olmaz. Bu mənə də, mənə sözdə əvəzlik olduğuna görə olmaz. Cavabımız 1, 2, 3. Hansı sözlərin yazılışına orfoqrafik səhv var? Deməli, lotereyadır. Naxış düzdür. Saxtadır. 1, 3. Moderator doğrudur. Sancı olar. 4 də səhv. Yemişanlıq da düz olar yəni. 1, 4, 5. Cümlələr əsasında uyğunluğu müəyyən edin. Hər iki baş üzv nitq hissəsi ilə ifadə olunub. Baş üzvlərdən yalnız biri nitq hissəsi ilə ifadə olunub. Bir-bir bunları biz təhlil etməliyik. Görək burada nə göstərir. Deyir, Şuşalılar artıq öz ellərinə köç edirdilər. Köç edirdilər. Kim? Şuşalılar. Baş üzvləri ancaq baxaq. Tarixi abidələri araşdıran Samin bugün hamı tərəfindən sevilir. Sevilir. Kim? Samin. Qərarlı olmaq sizin ən mühüm keyfiyyətinizdir. Sizin keyfiyyətinizdir. Nə? Qərarlı olmaq. Amma qərarlı olmaq söz birləşməsi deyil, sözdür. Təkamül məsələsi bizim tədqiqat mövzumuzdur. Bizim mövzumuzdur. Nə? Təkamül məsələsi. Hər ikisi söz birləşməsi. Nigar xanımın atası öz dövründə çox tanınmış şəxs olub. Şəxs olub. Kim? Nigar xanımın atası. Deməli, şəxs olub mürəkkəb feil. Bu isə söz birləşməsi. İndi baxaq nə oldu. Hər iki baş üzv nitq hissəsi ilə ifadə olunub. Deməli, biri olar A, B. Birə gedəcək nə? A, B. Düzdür, bəli. Sonra baş üzvlərdən yalnız biri. Burada denizləri, çünki hər ikisi nədir? Söz birləşməsidir. Denizləri yalnız biri deyir, yalnız biri. Bəli, biri yedi, yalnız biri. O bu C-yə baxaq. Burada da, yenə də burada da biri. Qərarlı olmaqda nədir? Mürəkkəb feildir. Bu da nə oldu? C-yə. Birə A, B, 2-yə C-yə. Doğrudur. Deməli, sonra situasiya mətnimizə baxaq. İnancların izi ilə, deməli, mən bunu oxumuşam. Deyir, əsas mətn. Əsas mətn nədir? Bildik ki, publisistikdir. Bu isə bəddidir. Burada xəfif külək falan məcazli var. Bəddi. Bura bəddi üslubun xüsusiyyətini yazsaq. Bura publisistikin xüsusiyyətini yazsaq. Burada ortaq yazsaq. Ədəbi dilin normalarına tabi olmaq. Ədəbi dili təşkil etmək və s. yazsaq doğru cavab olacaq. İkinci abzasda nöqtələrin yerinə uyğun ifadə yazmaqla tamamlayın. Azərbaycan miflərindəki şər varlıqlar arasında dinlər İslam, dinlər pərilər zərdüştlük, hal anası isə
şovinist ideyaların təzahürü kimi meydana çıxmışdır, daşıyıcısıdır. Bu kimi fikirlər yazsaz doğru olacaq. Mətnə əsasən yanlış fikri müəyyən edib seçiminizi əsaslandırın. Diqqətli olsanız burada fikri sözünü deyirsə, demək ki, burada bir dənə cavabımız var. Azərbaycan miflərində müxtəlif din ideyaları var orada. İnsanlar müxtəlif dinlərə inansınlar da qədim illərdə yaşayırlar. Çünki hələ də cümə axşamı deyir plov bişirmək söhbəti. Dini incilər bir-birinə təsir edə bilmişdir. Bəli, burada qalmış, burada var deyim. Öz əksini tapıb. Üstə doğruda müxtəlif dinlərin ideyaları həmişə bir-birinə ziddiyyət təşkil etməmişdir. Çünki orada deyir ki, bir-birindən qarşılıqlı əlaqədə olmuşdur. 4 əsaslandırmasında bu cür eləsəz, elə doğru olar. Bu qədər izahımızın sonuna gəlib çatdıq. Nəsə səhv etmişəmsə, təzədən mən videoya baxıb yazacağam ora. Yəqin ki, bir səhvə yol verməmişik. İnşallah istədiyiniz balı yığarsınız. İmtahana da bir həftə qalıb. Var gücünüzlə çalışın ki, nəsə əldə edə biləsiniz. Ədəbiyyat suallarının izahında komment hissəsinə çalışacağım ki, qeyd edim, oradan izləyə bilərsiniz. Dəstək məqsədindən kanala abunə olsanız, bizdə sevindirmiş olacaqsınız. Bir də PDF-in təmiz versiyasını axtarmaq istəyəndə yuxarıda qeyd etdiyim nömrəyə yazarsınız və mənim özümdən əldə edə bilərsiniz. Buradakı nömrəyə. Bu qədər. Sağ olun, salamat.